Aha. Deməli uşaqlar, bu gün biz zamanların digər hissəsini keçirik. Keçən dəfə 4 dənə sadə zaman keçdik. Present simple, past simple, present continuous, past continuous. E, deməli, öyrənmisiniz uşaqlar zaman zərflərini, quruluşlarını. Bəli. Bəli. Əlləmə, əlləmə. Tamam. Onda hamı eyni anda danışmasın. Sadəcə bəli deyənlər kimlərdir? Bir dənə də desin, bir dənə öyrənənləri görüm, onlardan soruşum. Bəli, bəli. Bəli. Muradov onda. Bəli. Muradov de görüm past continuous'un daha doğrusu hadi past continuous'un quruluşu. Past continuous tubun keçmiş zaman formaları was, were və ing ilə düzəlir. Aha. Zaman zərfləri isə at 2 o'clock yestədir. Tutaq ki, dünən saat 2-də. Okay, and əsas orada biri var da, dünən bu vaxtı. Dünən Bu vaxtı. vaxtı. Əsas oydu bax. This time yesterday. At that time yesterday, yes. Time yestədir. Bəli, dünən vaxt bildim. Aha, tamam. Başqa kim idi? Qızlardan kim idisə deməli. Present Simple'ın zaman zərfləri və quruluşu kim deyə bilər? iPhone-u Mən aç. deyim. Mən deyim. Aha, Doliyela. Present simple sadə mübtəda plus məsələn sadə fiil və ya fe'l plus s olur. Məsələn zaman zərfləri always-dir, həmişə, never heç vaxtdır, sonra often-dır, usually-dir, sonra frequently, tez-tez bu zaman zərfləri düzəlir, yəni işlənilir. Doğrudan onlar bizə reading-də lazım olacaq. Deməli uşaqlar, often nə deməkdir? Tez-tez. Tez-tez. Often-a sinonim hansı idi? Reading-də lazım olacaq. Frequently. Frequently. Mətndə tutaq ki, sometimes verir. Sometimes nə deməkdir? Bəzən. Bəzən. Aysun desin, indi qarışmasın deyə. Burada mən yalnız deməli kompüteri rekord eləmək istəyir. To all future represent this meeting. Yəni öz kompüterinə rekord eləmək istəyirsən, qalmasını istəyirsən. Bəli. Sonradan baxmaq istəyirəm də təzədən. Tamam, yaxşı. Approve eləyirəm onda. İlk dəfə idi belə bir şey olurdu ona görə. Aha, approve elədim. Müəllim, indiki davam edici zaman deyim. Yox, bir dəqiqə Aysun'a nəsə deyirdim. Ay deyirsən indi. Aysun, deməli of sometimes'ın sinonimlərini de. Sometimes nə ilə əvəz oluna bilər? Sometimes, seldom, Mhm. sonra rarely, as a rule, o da olmalıydı, səhv etmirəmsə. As a rule yox. As a rule bir Bir qayda. qayda. O da ola bilər. O bir qayda olaraq deməkdir. As a rule bir qayda olaraq. Bir də var idi as usual. As usual. Amma mən yazdıqlarımda yox idi Onur. Bəzən No. as usual əksinə onun as usual. Usually nə deməkdir? Usually. Adətdir. Adətən. Əksinə bəzən deyil. Sometimes-dır, seldom-dır. Sonra nə idi uşaqlar? Nadir hallarda. Rarely. Təsadüf hallarda. Occasionally. Occasionally, yes. Sonra var idi zaman zaman. From time. To time, from time to time. From yes. time to time. Bir dənə də demişdim now and then. Now and then. Kim idi deyin present continuous'u demək istəyən? Müəllimə. Zoom user Mən də deyə bilərəm. adını yaz da, yəni Zoom-a adı yaz ki, bilim adın nədir? De. Danışdığımız an icra olunan bir zamandır. Quruluşu am, is, are, fe'lə ing şəkilçisi artırması yolu ilə düzəlir. Zaman zərfləri now, indi, sonra at the moment, hal-hazırda. Mənim ingilis dilim biraz zəifdir, müəllimə səhv deyə bilərəm. Bəsdir. Bir də uşaqlar, son vaxtlar nədir? ST-dən çox istifadə etdiyimiz zaman zərfi. Son vaxtlar. Nowadays. Yox, o bu günlərdədir axı, son vaxtlar deyil. Nowadays cümlədə harda işlənir yalnız? Cümlənin əsas vəziyyətində işlənir. Keçmiş zamanda da feili necə tanıyırıq? Feilə forması necə olurdu? İdi ya da ki kökdən dəyişir. İdi ya da kökdən dəyişirdi. İki cür olur. Qaydalı feillər, qaydasız. Düzdür. Qaydalılar idi artırılmaqla, qaydasızlar kökündən dəyişilir. Qaydasız siz şərtdir, sonra bilgin, beqan, bilgin.
Onu desək şey olacaq. Doğrudan mən bugün artıq qaydasız feilləri də verəcəm, evdə öyrənərsiniz. Kitabda görüm varsa, kitabdan deyəlim o sizdən öyrənərsiniz. Yoxdursa mən PDF kimi ataram sizə. Yaxşı uşaqlar, bugün indi present perfect keçirik. İndiki bitmiş zaman. Aha, burada başlayır. Deməli, indiki bitmiş zaman bizim dilimizdə qarşılığı nəqli keçmiş zamandır. Nəqli keçmiş zamanın şəkilçisi nədir dilimizdə? Mış mış mış. Öp, öp, öp. Deməli, Düşmüş. biri var, mən deyirəm ki, uşaqlar, mən ona baş çəkdim. Bu past simple'dır, d. Baş çəkmişəm deyirəmsə, bu present perfectdir. Gəlib, gedib, alıb, verib, gəlmişəm, getmişəm, vermişəm. Perfect zamandır. Perfect zamanın quruluşu həfəzlə olur. Həfəzdən sonra da feil gəlir və feil qaydalı feilcə yenə idi qəbul edəcək. Qaydasızsa kökündən dəyişəcək. Kökündən dəyişən feillərində üçüncü forması istifadə olunur həfəzdən sonra. Məsələn, see, saw, seen. Yəni üçüncü forması istifadə olunur. See indiki zamandır. So, past simple, sadə keçmişdə istifadə olunur. Sin isə indiki bitmişdə, yəni həfəzdən sonra. Yəni belə bir tip testlə rast gəlsə, yəni sizə inanmıram, ya da bunu demirəm, belə bir tip testə rast gəlməyəcəksiniz uşaqlar. Çünki sizdə konkret olur. İndi abituriyentlər o formada düşür. Zaman zərfləri ən çox olan zamandır. Present perfect hansılardır? Already, artıq, just, indicə, never, heç vaxt, always, həmişə. Never and always həm present simple-daydı, bəzən də perfect-də istifadə oluna bilər. Bu 4 zaman zərfi already, just, never, always, have, has-lə feilin arasında işlənir. Məsələn, deyək ki, Bakı artıq kifayət qədər inkişaf edib. Deməli, uşaqlar, keçən dəfə də öyrətdim cümlə quruluşunda birinci mübtədanı deyirik, Bakı, sonra gəlirik sona. Şəkilçisindən bilirəm ki, present perfect-dir. Deməli, have, has nə yazacağım? Has, artıq has-dən sonra yazılır already, sonra yenə arxıra gəlirəm. İnkişaf etmək, develop, sonra idi qoyduq, qaydalı olduğuna görə kifayət qədər də enough. Yəni yeni qoşulan varsa uşaqlar cümlə tərcüməsində axırdan önə doğru gəlirik. Sadəcə söz sırasını keçən dəfə mən uşaqlara dedim. Uşaqlar söz sırası necə olurdu? Mübtəda, xəbər, Swap sonra nə gəlirdi? tamamlıq. Tamamlıq. Təyin. Bəli, swap-dur idi ingiliscəsində. Sonra Təyin zərflik. Yer, yer, zaman. zaman. Yer zamanı. Already burada zaman zərfi olmasına baxmayaraq təbii ki, bəzi istisnalar var. O istisnaları da öyrəndikcə, yəni deyəcəm. Sonra ever var, nə vaxtsa deməkdir. Sual cümlələrində işlənir və sual cümlələrində yeri mübtədadan sonradır. Have you ever been to Turkey? Sən nə vaxtsa Türkiyədə olmusan? Özdə fikir verin burada uşaqlar. Türkiyədə deyirəm. Əslində dadı deyəndə inlə deyirik, düzdürmü? In Turkey. I'm in Turkey. Türkiyədəyəm. I was in Turkey. Türkiyədə idim. Amma sadəcə bindən sonra məkan gələrsə in yox, to işlənir. Bu söz önlərində də düşə bilər bizə. Been to the village. Kənddə olmuşam. She has been to the city. Şəhərdə olub. Belə, uşaqlar, ever bir də sifətin üstünlük dərəcəsindən sonra işləmir. Məsələn, belə tip cümlələr qursaq əgər, məsələn, Wrong Turn indiyə qədər baxdığım ən qorxulu filmdir. Birinci mübtədanı yazdıq, Wrong Turn. Sonra gəldik cümlənin sonuna. Xəbərimiz nədir? Dur, nədir uşaqlar? Yes. Ən qorxulu film, the most scary film, the movie. Bu indiyə qədər ifadəsi necə deyilir? Mənim indiyə qədər baxdığımda mən I have ever, o indiyədəki ifadəsi budur. Have ever, has ever, had ever. I have ever watched. Sonra məsələn, Barcelona mənim indiyə qədər gördüyüm ən gözəl şəhərdir. Barcelona, yenə gəldik sonra dur, is. Ən gözəl şəhər. Sifətin üstünlük dərəcəsi necə düzəlir uşaqlar? Sifətin qarşısında necə olur? The most qoyuruq. Gözəl, beautiful, ən gözəl, the most beautiful. Şəhər, city, mənim indiyə qədər I have ever gördüyüm seen. Seen üçüncü formada yazdıq. Başa düşdünüz bu cümlə quruluşunu? Birində indi Bəli, müəllim. deyin. Məsələn, belə deyək ki, deməli, Burj Xalifa, deməli, indiyə qədər
Şahidi olduğum diye bir tane var. Şahidi olduğum en hündür binadır. Gökdelendir. Burj Khalifa is the most high hmm, sky neydi o? Burç Crapper. Khalifa. Burj Khalifa de high bir de est Is şəkil. the most Tək-təkəcalıdır. Ona görə most olmaz yəqin ki. Deməli, sonda dır is. En hündür. Hündür nədir uşaqlar? Hay. Hayır. High. high. Hayır. Hayda De var, high. sol da var. İkisi de olabilir. Tek hecalı ve keca bu biz sıfat bölmesini ayrıca bölme kimi geçmeyeceğiz. Çünkü grammar olarak noun'da, pronoun, noun'da, adjective'da, adverb'da, article'da düşmür qəbula. Amma belə bilin ki, yəni cümlə quranda məsələn sifətlərin dərəcələri iki cür düzəlir də. Tek hecalı, iki hecalı, bir də ki çox hecalı olmasına görə. Əgər sifət belə deyək də qısa sifətdirsə sonuna est qoyuruq üstünlükdə. Məsələn, tall hündürdürsə daha Tallest. hündür tallest sonu est qoyuruq. Tall. Və mütləq onda qabağında da Z olmalıdır üstünlük dərəcəsində. The Is the taller, tallest. göydələn, Skyscraper. skyscraper, Skyscraper. skyscraper. İndi bax burada indiyə qədər şahid olduğum Ee, deyəcəm. I have ever. I have ever. Şahid olmaq nədir uşaqlar? Sin. Elə sin götürmürük onu da. İndi Şahid olabilir. olmaq, Mən prosto görmək. dedim, şahid olmaq Gördüm. nədir? Şahid olmaq. Witness. Witness, yes. Witnessed. Belə. Başa düşdünüz? Bəli. Okey, sonra digər zaman zərfimiz nədir? Yetdir. Yet hələ deməkdir. Ya İnkar cümlələri. sual və inkar cümlələrinin sonunda işlənir. Məsələn, qısa cümlədə o hələ gəlməyib. Yet varsa sonda. Bununsuz da belə əsas qrammarda görəcəyik. Yet varsa xəbər olaraq ya haven't ya da hasn't ya da hadn't-a yönələk. Sonra digər zaman zərfləri uşaqlar recently, bu yaxınlarda, lately, son zamanlarda, this-lə zaman zərfləri görsək, this morning, bu səhər, this week, bu həftə, this year, bu il. Sonra dəqiq təkcə dəfələr görsək, bir dəfə once, iki dəfə twice, dəfələrlə many times, bir neçə dəfə several times, bəri etibarən since, və ən məşhur since və for. Since dəqiq zamanla işlənir uşaqlar. Since-dən sonra dəqiq il, dəqiq ay, dəqiq günün adı gəlməlidir. Hətta since-dən sonra keçmiş sadə zamanın zaman zərfləri də işlənir. Cümlə də işlənir. Amma for ilin, ayın, günün, saatın, dəqiqənin müddətini bildirir. Məsələn, desəm ki, 2 həftə olsa, bunlar sizə sözünü bölməsində də düşə bilər. Yəni, since for bir preposition kimi də gedir. 2 weeks müddətdir. 2 həftə for 2 weeks. Amma məsələn desəm Monday, bazar ertəsin dəqiq vaxtı da söz gəldi. Direkt since Monday, bazar ertəsindən bəri. 3 ildir ki, for 3 years. Amma dəqiq il deyəndə since 1990. Saat deyəndə for neçə saat? 5 hours. I have been waiting for you for 5 hours. 5 saatdir ki gözləyirəm. Amma dəqiq saatın özünü desəydim 5 o'clock ya da 5 p.m. tutaq ki. Dəqiq saat dedim də saat 5. Onda since Onda since olacaqdı. Since 5 p.m. Saat 5'ten bəri. Dediyim kimi since'dən sonra yesterday, last week zaman zərfləri də gələ bilər. Çaşmayın. Cümlənin sonunda təkcə yesterday olsa, last week olsa, orada məsələn keçmiş sadə zamanı götürəcəm də visited. Amma since yesterday'dirsə, since varsa yesterday onda have has olmalıdır qarşısında. Has visited, have visited olmalıdır. Belə. Sonra uşaqlar, bu lazım deyil. Bir şey diyecektim. Görümünde altta yazmışım onu. Deməli, mən burada özüm qeyd edeyim. Deməli, belə bir cümlə test formatı kimi yazıram. Deyək ki, the accident nokta nokta in Seoul in 2000. Yaxud da in 1000 yerinə görə bilərsiniz ki, on Monday. Yaxud da at 3 o'clock, 3 p.m. Yəni üçündən birini düşünün də cümlənin sonundadır.
Cavablarda happened 2, has happened 3, had happened and 4, happens and 5, deməli, will happen. 2-3 olacaq da burada yox. 1, 4, 5. Bir. Çünki since yoxdur və bitmiş 1-3 zaman olar da. olmaz çünki. O cəhətdən düzgün düşünmürsən. Yəni bitmiş zamanı seçməyim üçün şərt deyil ki, orada since olsun. Since-dən başqa zaman zərfləri də var da, nə adiyyatı. O cəhətdən baxmırıq. Uşaqlar, burada bizim siz deyin, cavab nəyi seçdiniz siz? 1-3. 1-3. Xeyr, 1-3. 1-5. Niyə görə? Burada bizim 1-5 xeyr, mən 1-3. 1-5 seçirəm, 1-5. Deyirəm niyə? Cümlənin sonunda dəqiq vaxtlar verib də bizə in 2000, 2000-ci ildə, yaxud da on Monday, bazar ertəsi, yaxud da saat 3-də. Dəqiq zaman varsa cümlənin sonunda, orada heç vaxt have, has, had participle, yəni bitmiş zaman formaları ola bilməz. Niyə? Çünki bitmiş zaman dəqiq zaman deyil. Görsüz zaman zərflərə fikir verin. Hələ, indicə, artıq, bu yaxınlarda, son zamanlarda, bu həftə ərzində bilmirsən dəqiq vaxtı. Yəni mənalarından da baxın tutmaq olur. Qısacası, yenə də deyirəm, in, on, ətlə, dəqiq günü, dəqiq ayı, dəqiq, hətta in January tutaq ki, yanvar ayında dəqiq saatın özü verilibsə, orada have həsədi seçə bilmərik. 4 happens, okey, present simple'dır. Belə grammarda cəhəti ola bilər. Amma ki, indiki saati zaman necə bir hərəkəti göstərir? Ümumən baş verən hərəkətləri və təkrarlanan hərəkətləri, düzdürmü? Hadisə, amma bizə dəqiq vaxt verir baxı. 2000-ci ildə, indi düzdür, orada deyəsiniz ki, will nəyə görə? Mütləq ki, in yoxdur, on Monday var, il yox deyil, on Monday'dir. Görüş bazar ertəsi baş tutacaq, hadisə falan vaxtı baş verəcək. Yəni dəqiq zaman olan yerdə indiki sadə zamanda yəni bəzən olmur. Burada yalnız happened-dan will happen-dır. Aydındır uşaqlar? Bu onsuz da sizə seçim kimi görməyəsiniz, amma bunu görəcəksiniz həmişə ki, in onətlə dəqiq zaman zərfi verilibsə, hərf həsədi seçmirik. 100% olmur. İndi keçirik present perfect continuous-a. Mən özdə sizə bir şey demədim, indiki bitmiş zamanı. Burada zaman tünelini nəcəb çəkməmişim mən. Bir dəqiqə. Görün past perfect'e çəkmişim üzərində. Bura bir diqqət edin uşaqlar. Mən indiki bitmişin necə işlənmə formasını demədim sizə. İndiki bitmiş əslində bir növ keçmiş zamandır. Bəs onları fərqləndirməyin yolu nədir? Bax, getdim də keçmişdi, getmişəm də keçmişdi, gedib də keçmişdi. Bəs onda fərq nədir bu? Biz bunu niyə indiki bitmiş deyirik? Bizim hal-hazırda olduğumuz zaman present continuous'da indiki zamandır, düzdürmü? Bizdən sonra future, zaman tünelində gələcək gəlir. Bizdən öncə nə gəlir? Past simple, sadə keçmiş gəlir, düzdürmü? Present perfect, bu keçmişlə indiki zaman arasında dayanan zamandır. Yəni bir növ bizə yaxın keçmişdir. Ona görə də biz ona deyirik ki, bəli, bu indiki bitmişdə də hərəkət bitib. Amma yaxın keçmiş olduğuna görə biz onun nəticəsini görürük. Bitib, nəticəsi göz qabağında olan hərəkətdir. Məsələn, biri var sən deyirsən ki, deməli, dünən yağış yağdı. Oldu, bitdi. Bu hansı zamandır? Həm də. Past simple. Amma bir də var deyirsən ki, deməli, bu yaxınlarda yağış yağıb, güclü yağış yağıb. Ona görə də, deməli, ona görə də hər yer yaşdır tutaq ki. Hər yer yaşdır, rütubətlidir. Nə etdim? İndiki zamanla əlaqələndirdim. Görürsünüz, yanında indiki zamanda cümlə dedim, onun nəticəsini dedim. Mən artıq ayaqqabılarımı təmizləmişəm. İndi onlar tərtəmizdir. Nəticəsi nədir? Tərtəmizdir. Başa düşdünüz yəni fərqini? Deməli, keçmiş sadədə hərəkət oldu, bitdi. Amma indiki bitmiş bizə yaxın keçmişdir. Biz onun nəticəsini görürük. Belə. Amma indi gəlirik indiki bitmiş davam ediciyə. İndiki bitmiş davam edici zamanın quruluşu have, has been və verb ing. Quruluşu belədir.
Zaman zərfi də for və since-dir. Deyəsiniz ki, bəs bu for və since həm də perfect-də də var. Bəli, orada da var, burada da var. Amma əsasən buradadır. Əsasən bu zaman zərfidir. Bitmiş davam edici zamanın present perfect, indiki bitmişdən fərqi nədir? Bitmiş zamanında necə oldu? Hərəkət bitirdi də yenə də, amma bitirdi. Nəticəsini görsək də bitirdi. Amma bitmiş davam edicidə hərəkət yenə keçmişdə başlayıb, amma bitmir. İndiyə qədər davam edir. Məsələn, bayaq nə dedim? Bu yaxınlarda yağış yağıb. Yağıb. Vəsə, indi yağmır da deməli qutarıb. Amma bir də belə deyirəm. Dünəndən bəri yağış yağır. Dünəndən bəri yağır. O 2 saatdır ki televizora baxır. Mən It has been raining olacaq da. bəli. Yəni qısacası dünəndən bəri başlayıb, hələ də davam edir. O 2 saat əvvəl başlayıb televizora baxmağa, hələ də davam edir. Anladınız fərqini bitmişlə bitmiş davam edici zamanı. Bax belə Bəli. olur. Səsim zəif gəlir sizə. Yox, mənimə yaxşıdır. Burada Murad yazıb ki, sizə də zəif gəlir, ona görə baxdım. Aha, Sual verə bilərəm. bəli. Bu perfect continuous'u niyə keçmiş davam edici kimi götürmürük ki? Keçmiş davam edici zaman başqa şeydir. Dünən saat 5-də yağış yağırdı. Dünən yağırdı. Məsələn, indi deyəndə də bitmiş olmur axı. Məsələn, 2 saatdır deyirik televizora baxır da. Bitməyib axı, yəni. Sən onun adına takılıb qalma. Adında bəli bitmiş davam edici o ola bilər. Amma bu zamanda bitmir hərəkət. Davam edir. Bitməyib. Hələ də davam edir. Amma keçmiş davam edici də bitib. Mən dünən prosta dünən müəyyən vaxt ərzində davam edən hərəkəti, dünənki hərəkəti deyirəm yenə də. Dünən yağış yağdı, dünən yağış yağırdı. İkisi də onsuz da keçmişdə qalıb. Bəli. Başa düşdüm. Belə. Həm də qısacası bu zamanları verəndə biz mütləq o cümlənin sonunda since-lə for işlədirik uşaqlar. Bax, məsələn, she read the book for 3 hours or since 5 o'clock. Gördüm ki, cümlənin sonunda bizə zaman testlərində göstəricilərdən ən birincisi nədir? Zaman zərfləridir. Bu cümlədə də bizim göstəricimiz for-dan since-dir. Bu zaman zərfini görəndə nəyə yönəlirəm? Have-lə has-ə yönəlirəm, düzdürmü? Has read də ola bilər, has been reading də ola bilər. Əgər ikisi arasında qalsaq ki, hər iki zamanda işlənir axı. Onda davam edici zamana üstünlük verin. Yəni bitmişin davam edicisi has been reading-ə. Çünki 2 saatdır ki oxuyuram, hələ də oxuyuram. Mənəcə də bu daha uyğun gəlir. Bəs niyə A olmur? A-nın mənası necə olacaq? A olanda yenə də olur əslində. 2-3 saat bu kitabı oxumuşam. Demirəm səhvdir. %100 sizə onsuz da belə tez düşməyəcək. Bu %100 deyirəm. Prosta deyirəm ki, birdən olardı. Yəni mən demək olar lap əvvəllər bəlkə də bir 10 il əvvəl mən elə testə rast gələrdim ki, orada bitmiş də var, bitmiş davam edici də var for və since olanda. Amma olmayacaqdı uşaqlar. O hər ehtimala dedim ki, olsa, so for və since olsa, həm have has participle to-nu, həm də been verb ing-ni versə, ing olana üstünlük veririk qısacası. Amma olmur. Müəllimə bir şey soruşmaq olar. Bəli. Bu tipli testlər bizə necə düşə bilər? Axı dediyi ancaq reading və listening-lə imtahan verəcəyik biz. Qrammatikada var arada. Grammar var 3 dənə. O Üç da dənədir. sağ ol. Amma ki, 3 dənədir. Amma ki, mən zamanları belə geniş keçməyimin səbəbi cümlə qurmağınıza görədir. Görürsüz, hər şeyə görə cümlə qururam ki, necə qurmaq lazımdır, hardan başlayırıq, zamanı necə təyin edirik qurduğumuz cümlənin. Amma esse yazanda əsas çalışın çox da belə kimin ingiliscesi zəifdirsə, ortadırsa, present simple-dan istifadə edin. Ən sadə zamandan. Çünki biz onsuz da hansısa bir mövzuda danışırıqsa, ümumi halda danışırıq, düzdürmü? Ümumi hərəkətlərdə hansı zamandır? Present simple-dır. İndiki sadə zamandır. Yaxşı. Uşaqlar, bax indi bunu bizə necə verə bilər? Bayaq dediniz ki, necə ola bilər for since olsa? Onu uzağı, yəni düşmə ehtimalı belə ola bilər ki, bəzi feillərimiz var ki, onlar heç bir zamanın davam edici formasında işlənmir. Yəni, ayıncı şəkilsi qəbul edə bilməz bu feillər. Bunlar hansı feillərdir? Daha çox belə mənalarında özünün davamlılığı olan, hisslərə aid olan feillərdir. Məsələn, know bilmək, want istəmək. Çünki mən ingiliscini bilirəm. I know English. I know him for years. Mən onu tanıyıram. Onsuz da tanıyıram. Bu dəqiqə tanımıram ki. Love, sevmək. Düzdür, I'm loving McDonald's-ın hətta üstündə görmüşük. Əslində çox dərinə gedən də olur, amma
Birini sevirsənsə onsuz da sevirsən. Sırf bu dəqiqə sevmirsən ki, bu dəqiqə sevdim, sabah sevməyəcəm. Yəni o məntiqlə ING artıramırıq. Like bəyənməkdir, hate nifrət etmək, prefer üstün tutmaq, understand başa düşmək, remember yadda saxlamaq, remind xatırlamaq, forget unutmaq, see görmək, notice də görmək, observe müşahidə etmək, consider hesab etmək, zənn etmək, suppose güman etmək. Yəni bu feillərin sonunda biz cümlə qurarkən də diqqətli olaq, aynı şəkildə istifadə edə bilmərik. Yəni heç bir zamanın davam edici formasında işlədə bilmərik. Məsələn, baxın burada I Tom for 10 years sadəcə 2 zamanı saxlamışam. Niyə görə? Çünki for görəndə mən nəyə yönələcəm onsuz da? Have-has'ə yönələcəm də bitmiş zamanı. Amma for dedik ki, həm bitmiş, indiki bitmişlə olur, have known, həm də bitmiş davam edici ilə də olur, have been knowing. Amma bayaq nə dedim? Hansına üstünlük veririk for və since olanda? Davam edici Have olur, been. değil mi? Amma know, want, Knowing idi. olmuş. Bunlar aynı şəkildə qəbul etmədiyinə görə həmişə perfect formasını seçirik. Nə onun? Ümumiyyətlə, I'm knowing də deyənmərəm. Heç bir zamanın davam edicisi formasını istifadə edə bilmək. I'm knowing, I was knowing, I have been knowing. Belə bir cümlə quruluşu yoxdur. Hə, uşaqlar, for-la sinsə hansı sual əvəzi ilə sual verilir? How long-la. Biz onlara when-lə sual verə bilmərik. Mən deyirəm ki, 10 ildir ki, mən Tomu tanıyıram. I have known Tom for 10 years. Nə vaxt tanıyıram mənasızdır axı. Necə deyirsən? Nə qədər müddətdir tanıyırsan? Düzdür? How long nə deməkdir? Nə qədər müddət? Bayaq dediyim test kimi yazmışdım. Burada qeyd eləmişəm. Deyirəm də yazmışam axı mən. Cümlənin sonunda in, on, at. Məsələn, in 1990, in May, on the 5th of April, at 3 o'clock kimi zaman zərfləri varsa, o cümlə bitmiş zamanda ola bilməz. Çünki dəqiq zamanı bildirirlər. Və biz də dəqiq zamana nə ilə sual veririk? 90-cı ildə. When? Nə zaman? At 3 o'clock. What time? Saat neçədə? In April. Mayda. Apreldə. Nə zaman? Dəqiq zamanla bitmiş zaman işlədə bilmədiyimizə görə when-lə what time-dan sonra da heç vaxt have-has participle ola bilməz. Aydındır burası niyə görə? Çünki bu zamanlarda da bizim qabağımıza çıxacaq bağlayıcılarda da testlərdə böyük bir ipucudur bizim üçün. When-lə, what time-lə başlayan sual cümlələrində heç vaxt have, has, had olmaz. Amma when-in qabağında since varsa, since when deyirsə, əksinə have-has olur. Çünki since bitmiş zamanın zərfidir. How long-dan sonra isə how long onsuz da nəyə sual verirdi uşaqlar təkcə? For və since-ə ona görə bəli bitmiş zaman olur. Əsas burada hansı qaydanı əzbər bilin? When-lə what time-dan sonra have-has olmaz. How long ago deyirəm. Ago hansı zamanın zərfidir uşaqlar? Keçmiş. Keçmiş sadə zaman. Keçmiş sadə. Keçmiş sadə zamanı da hansı köməkçi feillə sual veririk? Did. Didlə. Bir də uzağı to be-nin keçmişi nədir? Was. Bəli. İndi past perfect. Bunlar yəni uzun uzadı bir şey deyil. Bunları sadəcə test əsasında tapırıq. Bunlara heç cümlə qurmasaq da olar. Past perfect keçmiş bitmiş zaman. Baxın zaman tönəlinə diqqət edin. Quruluşu had participle-tudur. Had done, had visited, had seen. Belə olur. Bax görürsünüz biz indiki davam edicidəyik. Bizdən öncə bizə yaxın keçmiş present perfectdir. Daha öncəki zaman past simple'dır. Past perfect bizə ən uzaq keçmişdi. Əslində o da keçmişdi də. Biz o past simple ilə past perfect'i necə fərqləndirir? Bir dənə onu dərk edək ki, biz bu zaman əsasən mürəkkəb cümlələrin tərkibində işlədirik. Elə bil mən keçmiş zamanda cümlə deyirəm. Orada bir neçə hərəkət var. Bax o hərəkətlərdən əgər biri digərindən daha öncə baş veribsə, onda ən öncə baş verən hərəkəti hədlə ifadə edirik ingilis dilində. Sonra baş verən hərəkətləri past simple-da. Məsələn deyirəm ki, ata evə gedəndə uşaqları artıq yatmışdı. Burada hərəkətlər fikir verin. Ata evə gedəndə uşaqları artıq yatmışdı. Eyni anda olmayıb ki, ata evə gedib, görüb ki, uşaqları yatıb. Birinci hansı hərəkətdir? Uşaqların yatmağı. İkisi də keçmişdə olub ha. Amma uşaqlar birinci yatıb axı. Onda biz onu hədlə ifadə edirik. Sonra atanın evə getməyini past simple-la.
Bilmirəm, bu zaman ümumiyyətlə başa düşən var idi məktəb vaxtlarından, yoxsa bir çox tələbələr bu zamanlar çatmırdı. Mən dərin şəkildə deyirəm ki, yəni başa düşün ki, nədir? Amma testdə yenə də deyirəm ki, bunları ipucu ilə tapırıq. Məsələn, gəlin elə test formasına baxaq. Burada bir dənə zaman zərfi olur, bir dənə zaman zərfi var, o da by'dır. By. Dakı tək deməkdir. Time yesterday. Nəsə soruşurdunuz, yoxsa səsi açıq qalıb? Aha. By that time yesterday, dünən bu vaxta dək. Məsələn, by June, iyun ayına dək. By 2 o'clock, saat 2-yə dək. Belə. Dediyim kimi, yəni test formasına baxaq. When he came, I homework for 2 hours. Baxın, burada mən test edəndə ən birinci zaman uzlaşmasına baxacağım. Cümlənin birinci hissəsində mənə ipucu verib. Came, keçmiş zamandır, düzdürmü? Deməli, bu tərəfdə keçmiş olmalıdır. Onda nə edirəm? Have atıram. İndiki zamanı atdıq. Keçmiş zaman olan yerdə nə indiki zaman ola bilər, nə də gələcək ola bilər. Sonra ikinci ipucumuz nədir? For'dur. Mən burada past perfect continuous'u şey eləyirəm, izah eləyirəm. Bir dəqiqə. Üzr istəyirəm, bir dəqiqə. Bir dəqiqə yuxarı qalxım. Deyirəm, amma burada for var. Elə o da onsuz onun kimi bir şeydi, eyni şeydi. Buradakı testə baxaq, daha doğrusu. Hə. Bax bura. When he came, elə burada da məsələn, bax came keçmiş sadə zamandadır. Deməli, onda have-i, has-ı atıram. İndiki zamanları attım. İndi digər ipucumuz nədir? Already. Already hansı zamanın zərfi idi uşaqlar? İndiki bitmiş. İndiki bitmiş. Bəli. Bitmiş zaman hansılardır? Have'di. Has'di. Keçmiş bitmişdə nədir? Had'di. Amma finished, təkcə finished hansı zaman? Keçmiş zamanında ona görə had demiş. Keçmiş zaman. Düzdür də keçmiş sadə zamandır. Deməli qaldı had finished. Anladı uşaqlar. Əslində cümlənin bax bu hissəsi olmasaydı already'yə görə bir dəqiqə uşaqlar, qoyun bir dənə fikrimi çatdırım. Cümlənin birinci hissəsi olmasaydı already'yə görə seçərdim A variantını. I have already finished my work. Amma niyə görə biz orada have-i yox, had-i seçdik? Came'lə zaman uzlaşması olsun deyə have-i çevirdik had-ə. Anladınız? Başa düşün. Bax, keçmiş bitmiş davamıcıda eyni şəkildə test formasında tapın. Quruluşu had been verb-incidir. Zaman zərfi də for və since-dir. Yalnız test kimi düşəcək. Grammarda baxın. Came, yenə baxıram. Həmişə də bu da cümlələrin tərkibində görəsiniz bunu. Xüsusilə də when, bir də by the time. Bir də after, before da ola bilər. Came, keçmiş zamandadır. Birinci hissədə zaman uzlaşmasına baxıram. Keçmişdir deyə have attım. Sonra bizim ipucumuz for'dur, since'dir. Bunlar da perfect'in biçmiş zamanı zaman zərfidir axı. Onu da did atıram. Did atıram. For və since olanda dedik əsas hansı zaman olur? Davam edici forması uşaqlar. Yadda saxlayın. Had been doing olacaq. Deməli, bir tərəfi cümlənin keçmiş zamanda, cümlənin bir hissəsi keçmiş zamandadırsa, digər hissəsində də for və since varsa, direct had been verb-incidir. Yəni tərcüməsi də belə gedir ki, mən o evə gələndə when he came, I had been doing homework for 2 hours. 2 saat idi ki, mən ev tapşırığımı edirdim. Belə olur. Aha, indi bugün bura qədər keçirəm. Gələn dəfə davamını keçəcəm. Müəllimə, siz cümlələr vermişdiniz ya da. tərəfi. Aha, indi baxırıq indi. Mən bir dənə sual versəm olar. Bəli. Yox. When-in hər iki tərəfində keçmiş olsa olar, yəni sadəcə idi və yaxud da kökdən dəyişən feildə, yəni keçmiş zamanda hər iki tərəfi. Bir də deyir sualı. Məsəl üçün siz dediniz ki, when-in bir tərəfində keçmiş varsa, digər tərəfində keçmiş davam edicidir. Yəni demək istədiyim odur ki, hər iki tərəfində də keçmiş zaman götürə bilərik, əgər for yoxdursa da, variantlarda keçmiş zaman Ola varsa. bilər əlbəttə ki, budaq cümlənin hər iki tərəfi keçmiş sadə də ola bilər, hər iki tərəfi keçmiş davamıcı zamanda da ola bilər, amma onu gələn dərs keçəcəm da, onu gələn dərs keçəcəm. Atarız da savun olasın. Uşaqlar, Hadi. bir cəmaatımızın da, amma səsiniz açıq qalır, diqqətli olun. Mən indi bunun bitməsinə bir dənə cümlənin amma baxa bilərik, tərcüməsinə baxaq. 1 dəqiqə 27 saniyə qalıb bunun bitməsinə. Prosto bir dənə zamanları tez işarələyim. Zamanlarla cümlə vermişdim ha. Hə, tapdım özüm, heç nə ehtiyac yoxdur. Mən onu kopyalayayım, bura verim.
Aha. Mən yeni link atıram. Qoşulun. Yaxşımı? Yeni link atıram, qoşulun. Tez atıram.